SELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanan Milli İngilis Dili Ədəbiyyatı kitabının təqdimat mərasimi keçirilib. SELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanan Cambridge Universitetinin tədris metodikasına əsaslanan Milli İngilis Dili Ədəbiyyatı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şirkət rəhbərliyi ilə yanaşı tanınmış alimlər, yazıçılar, ədəbiyyat və dövlət xadimləri də iştirak ediblər. Bugün bizim ədəbiyyatlarımızı təqdimat edirik. SELT-in ədəbiyyatlarıdır bu, İngilis ədəbiyyatları. Əsas məqsədimiz bu kitabları düzəldəndə xarici vətəndaşları da, öz yerli vətəndaşlarımızı da, xaricdə yaşayanları da İngilis öyrədərək Azərbaycan haqqında da məlumatlandıraq. Yeni nəşr Azərbaycan təhsilində innovasiya və milli məzmunun beynəlxalq tədris standartları ilə uğurlu sintezini nümayiş etdirir. Hətta layihə çərçivəsində süni intellektə əsaslanan ev tapşırıqlarına nəzarət sistemi, elektron monitorinq və geri bildirim platforması tətbiq olunub. Ən mühüm fərqləndirici cəhət isə imtahan cavablarının satışda olmamasıdır.